Vaxtınız xeyir olsun. Mən Çinara Baxşaliyeva. Artıq 3 ildir burada fəaliyyət göstərirəm. Home Life fəaliyyət göstərirəm. Bildiyiniz kimi tanımayanlar üçün özümü tanış etdim. Lalə liderim çox gözəl bir mövzuya toxundu. Hansı ki lider bəzən yıxıldığı yerdən qalxmağı bacarmalı və liderliyini doğru düzgün şəkildə inkişaf etdirib o yolda komandasını arxası ilə, yəni yanı ilə, sağı ilə, solu ilə mükəmməl şəkildə aparmağı bacarmalıdır. Keçək liderliyin xüsusiyyətləri. Ümumiyyətlə lider dediyin, əmin olun ki, lider doğulmur. Lider yetişir, lider yetiştirilir. Ne kadar özünüzü yetiştirmeye bacaracaksınız. Bəzən insanlar düşünürlər, deyirlər ki, mesela mənim liderim mənə dəstək olmur. Bu arada herkese ses salın. Möhtəşəm bir mövzudur. Çalışın bütün liderlərinizi bura səfərbər edin, təlimə daxil olsunlar. Çünki həqiqətən çox önemli bir mövzudur. Bir lider özünü lider kimi formalaşdırmağa bacarmırsa, bir lider o vizyonuyla, kalitesiyle, duruşuyla, düşüncesiyle, fikriyle bunu ayakta durmağa bacarmırsa, o zaman o liderlik adını da heç daşımasın. O liderlik adı artıq ona sadece ad olarak qalmasını təmin edir. Lalə liderim, çox xahiş edirəm, səsi bağlayın. Aha. Xırşı-xırşı səs gəlir. Deməli, lider kimdir? Lider bəhanələr deyil də, bəhanələrə mükəmməl şəkildə irəliləməyi bacarandır. Lider kimdir? Lider bəhanələri kənara qoyub çözüm axtarandır. Lider kimdir? Lider vizyon sahibidir. Lider kimdir? Komandasını arxasıyla daşıyandır. Lider kimdir? Tamam, negativə düşə də bilər, amma 5-10 saniyəlik düşərək mənim arxamda bir ordum var. Bu ordunu inkişaf etdirmək, gəlmək, bu insanların mənə baxmasını təmin etmək və mən o negativləri mükəmməl şəkildə aradan qaldırıb pozitivə kökləməliyəm. Keçək, liderin 10 xüsusiyyəti var ki, bu xüsusiyyətləri çox təəssüf olsun, slaydı son anlarda düzəldir, səliqəli düzəltmək üçün buradan da öz günahımı boynuma alıram. Vizyon sahibi olmalıdır. Bəzən vizyon dedikdə, təbii ki, biz bunu geyimlə, bəzən vizyon sahibi deyəndə biz bunu hər hansı bir gözəl bahalı paltarla düşünürük. Amma vizyon dediyin düşüncə və bacarıqlar üzərindən doğru istiqamətdə gedəcəyin vizyoner bir yoldur. Hansı ki vizyon bizim düşüncelerimiz, fikirlerimiz, gözəl şəkildə fikirlərimizi qarşı tərəfə ötürməyimiz, səliqəli, etik, düşüncelerimizi qarşı tərəfə ötürməyimizdən ibarətdir. Və etik cümlələrdən, etik sözlərdən, etik nə bilim fikirlərdən çox gözəl şəkildə qarşı tərəfə ötürərək vizyon sahibi olmağımızı təmin edirik. Və liderin hansı bacarığı? Motivasiya bacarığı olmalıdır. Motivasiya dediğim bəzən insanlar düşünürlər ki, motivasiya dediğim səhər yuxudan qalxdım, çok güzel bir video payladım. Çok güzel bir, ne bileyim, motivasiyalı bir video payladım. Ve bu, mən adımı da koydum ki, mən liderəm. Əslində, liderin motivasiya bacarığı olduqda deyəndə nəyi nəzərdə tuturuq? Lider getdiyi bir yolun hara çatdığını, necə çatdığını və hansı amala xidmət etdiyini bilərək, çatacağı yolda, bəli, uğur və nailiyyət olmasını özü öz düşüncələrində, fikirlərində otuzduraraq, yalan motivasiya deyil, xanımlar. Bizim liderlərin, bəzi liderlərimizin ən böyük səhvi, ki, bəndə də olur, hər kəsdə səhv olur. Çünki səhvlər etməsək, səhvlərimizdən doğruları da çıxarda bilmərik. Dildə motivasiya veririk. Nə bilim, qruplara motivasiyalı fikirlər atırıq. Qruplara motivasiyalı bilgilər, nə bilim, videolar atırıq. Amma gəlin görək, bir lider olaraq bizim daxilimizdə, bizim gedəcəyimiz yola ümumiyyətlə biz özümüz inanırıq mı? Bizim o məqama çatacağımıza ümumiyyətlə biz inanırıq mı? Ümumiyyətlə biz gedəcəyimiz yolda bu insanları arxamızca aparmağı və o insanlara ümid olmağı, işıq olmağı, o insanlara yol olmağı, çıra tutmağı bacarırıq mı? Onun sualının cavabı da sadəcə videodan ibarət deyil. Sənin bu daxilində motivasiyan o qədər yüksək olmalıdır ki, sənin komandanda, sənin insanların da, sənin sistemə daxil etdiyin insanlar da sənin motivasiyanı bir işıq tutaraq, sənin düşüncələrini, sənin səsindəki o enerjini, sənin o düşüncələrində atdığın o yazılar belə artıq insanlara motivasiya verməlidir. Yəni bu bacarığı da özünüzdə formalaşdırmalısınız. Bu bacarığı özünüzdə formalaşdırmaq üçün əlavə videolara baxmağa ehtiyac və o videoları atmağa ehtiyac yoxdur. Əgər sənin motivasiyan aşağıdadırsa, zaten sən işlədikcə, çalışdıqca, hədəfinə doğru irəlilədikcə o motivasiya istər-istəməz daxildən yaranmağa başlayır. Və yaranmağa başlayıb səni bir yoran, sıxan, bəzən yorulduğumuz anlar olur. Bir də insanlıq robot deyil. Əlbəttə ki, ola bilər, sizlərdə də ola bilər. Amma bu zaman mən bir videoya baxıb, özümü qaldırıb, sonra komandama o videonu yönləndirməyə bacarmalıyam. Çünki sən quru-quru o komandaya özünün motivasiyanın olmadan o motivasiyanı atsan, sən zaten komandana verəcəyin bir şey yoxdur. Amma sən o motivasiyalı videonu dinlədin, baxdın, ondan ruhlandın, ondan enerji aldın, o zaman onu qrupuna yönləndirirsən, arxasından da aldığın o enerjini səsində ifadə edirsən. Baxın xanımlar, insanlar o video deyil,
sənin səsindən sonra o videoya baxıb daha gözəl motivasiyalarını yüksəltməyə bacararlar. Ünsiyyət bacarığı. Bir liderin ən öndə gələn prinsiplərindən biri də ünsiyyət bacarığının mütləq olmasıdır. Ünsiyyət bacarığı nədir? Bu barədə təbii ki, təlim keçmişik. Ünsiyyətin fərqli növləri var ki, sosial şəbəkələr üzərindən ünsiyyət, soyuq insanlarla danışaraq WhatsApp üzərindən qarşılıqlı ünsiyyət və yaxud da ki, danışan zaman və yaxud da müsahibə zamanı qarşılıqlı oturaraq insanlarla qarşılıqlı göz-gözə gələrək bədən hərəkətləri ünsiyyəti. Bu da təbii ki, başqa bir mövzu, amma ümumiyyətlə bir liderin ünsiyyət bacarığı olmalıdır. Mən xoşlamıram insanlarla danışmağı. Ay, bu insan mənə negativlə gəldi, belə bir cavab verdi. Bu insan mənə bir sual verdi, bu sualını həvəsim yoxdur, cavablandıra bilməm, sonra cavablandıraram. Nə qədər ünsiyyət bacarığını formalaşdırmağı bacarıb, nə qədər ünsiyyəti qarşı tərəfdən anında o ünsiyyəti doğru düzgün şəkildə qurmağı bacarırsınız, o zaman liderlik adını da daşıyaraq liderliyə gedən yolda da artıq uğurlu bir üçüncü prinsipi də mükəmməl şəkildə yerinə yetirməyə bacarmısan. Və liderin məsuliyyət. Məsuliyyətlilik mən deyərdim ki, liderin ən önəmli xas və xüsusiyyətlərindən biri olmalıdır. Niyə? Bir insan məsuliyyətsizsə, bir insan işinin məsuliyyətini dərk etmirsə, bir insan gedişatda qazanmağının məsuliyyətini dərk etmirsə, bir insan getdiyi yolda çatacağı məkanın, çatacağı uğurun və ona nə verəcəkləri o vədini doğru düzgün şəkildə məsuliyyətini dərk etmirsə, o zaman qərarlarına da hər gün yuxudan qalxıb bir qərarla yuxudan ayılacaq. Hər gün bir negativ mi deyim, hər hansı bir fikir mi deyim, qarşı tərəfin onun düşüncəsi mi deyir, bu istər ailədə olsun, istər kənar insanların fikirlərini ifadə etməsində olur ki, sənin qərarına anında təsir edir. Çünki sən artıq nəyin məsuliyyətinin, hansı məsuliyyətin altına girdiyindən belə xəbərin yoxdur. Sadəcə gəlmirsən qazanmağa, sadəcə gəlmirsən insanları bura dəvət etməyə, sadəcə gəlmirsən burada, olar, olmaz deyərək yol alanda, əlbət ki, sənin kənar müdaxilələr, kənar düşüncələr, sənə gələn o kənar negativlər səni salacaq və sənin məsuliyyətlilik prinsipindən bir lider olaraq uzaqlaşdıracaq. Amma lider məsuliyyətli olarsa, necə? Məsələn, bunu yenə də açmaq və doğru dildə demək istəyirəm. Mənim bir komandam var və mən komanda qurmaq yolunda bir ikicə insanım var. Baxın, əgər sizin heç iki də demirəm, bircə insanınız varsa, artıq məsuliyyətiniz var, artıq liderliyi tam da elə bir insandan yol alaraq artıq məsuliyyəti də özünüzdə dərk edirsiniz. Çünki baxın xanımlar, insanlar bəli şirkətə gəlir, şirkətin avantajlarına gəlir, amma sizinlə davam edir. Sizə görə davam edir. Sizin verdiyiniz enerjiyə görə, sizin onunla başladığınız ünsiyyət bacarığına görə, sizin ona verdiyiniz məsuliyyətə görə və sizin ona verdiyiniz motivasiyaya görə sizinlə bərabər yoluna davam edir. Və qarşı tərəf gördükdə ki, bir insanım gəlib mənimlə danışanda, sabah hər hansı bir təlim keçəcəm, fikirlərimi bölüşəcəm, sonra gəlib deyir ki, xalam cildəydim, dayım cildəliydim, nə bilim, imkan çatmadı, internetim söndü, 1, 2, 3, artıq 4-cü səfər o insan sənə güvənməyəcək. O insan sənin məsuliyyətsiz bir insan olduğunu görür. Məsuliyyətsiz insanın da arxasından, bir liderin arxasından heç kim getmək istəməz. Hər kəs istəyər ki, bir məsuliyyətli və sözünün ağası olan bir liderlə yol alsın. Ona görə də bu liderin xüsusiyyət və xasiyyətlərindən də ən öndə gedəni mənə görə məsuliyyətlilikdir. İnkişaf yönümlülük. 5-ci prinsipimiz inkişaf yönümlülük. Baxın xanımlar, inkişaf dediyin, zaten burada bildiyiniz kimi həm qruplarda, həm təlimlərdə sizlərin inkişafınızı gücləndirəcək, sizi şəbəkənin mahiyyətini anlatacaq və liderliyin doğru düzgün şəkildə formalaşmağını yönləndirəcək. Bəlkə də deyərdim, 10-15 dənə təlim var. 10-15 dənə təlim var. Bugün bu təlimi dinlədim. Mən zaten bilirəm ki, hər liderin bu xüsusiyyətləri var. Amma əmin olun ki, bu xüsusiyyətləri özünüzdə formalaşdırıb. Bir yerə qədər liderliyin bu 4 prinsipi səni apardı. 5-ci prinsip özünü inkişaf etdirmək, inkişafa meyillilik, inkişaf yönümlü olmaq artıq sənin bəlirli bir liderliyini yüksəkliklərə daşıyacaq və bunu dərk edərək yoluna davam etdiyin bir yolda maksimum dərəcədə özünü inkişaf etdirməlisən. Maksimum dərəcədə özünü inkişaf etdirməlisən. Çünki baxın xanımlar, mən hər dəfə sizə deyirəm ki, məsələn, 1-ci sinif uşağına neyinirsə, 1-ci sinif dərsini verirsən, o onu qane edir. Gəl 5-ci sinif uşağına 1-ci sinifin dərsini başa salaq. Liderlərim onu qane edəcək, illa ki qane etməyəcək. Və 5-ci sinifin dərsinin uşağı bilirsiniz nə deyəcək? Allahım, bu nə savadsız müəllimdir. Gəlib, 1-ci sinifin dərsini başa salmağa çalışır. Ona görə də necə ki bir uşaq sıfırdan başladığı bir təhsildə 11-ə qədər özünü gelişdirmək, inkişaf etdirmək, hətta yeniliklərə açıq olan, yeniliklər özlərindən inşa edən müəllimləri nəzərdən keçirək. O müəllim eyni xətt üzərindən getsə,
Yəni bunu bu 4-cü sinifləri yola saldı, qəşəng bu alındı. Gələn 4-cü sinifləri artıq fərqli bir ideyalar, fərqli bir sinifin dəyişilməsi və yaxud da həyat yaşam tərzi olaraq biz qarşımızdakına verə bildiyimizi verdikdən sonra artıq verə bilməyəcəyimiz bir şeylər olanda nə edirik? Çünki verə biləcəyimiz bir şeylər yoxdur artıq. Məcburuq nə etməyə? Onlara verə biləcəklərimiz inkişaf yönümlü üzərindən olub, hər kəsdən bir şeylər götürüb. Zaten biz sosial şəbəkələrdə elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, xanımlar, bizim əlavə kimsə gəlib mənə ki, sən bu yolda inkişaf edə bilərsən deməyə ehtiyacımız yoxdur. Və biz elə bir komandada fəaliyyət göstəririk ki, Zirvənin prezidentləri komandasında maşallah, maşallah özünü nə qədər gelişdirən, nə qədər inkişaf etdirən, nə qədər gözəl yerlərə gəlməyə bacaran, nə qədər gözəl rütbələr açmağı bacaran insanlar var. Heç nə yox. Onlarla danışa-danışa, onları izləyə-izləyə. Bir də Lalə Licerin belə bir söz dedi. İnsanlara demək yerinə onu göstərmək ən önəmlisidir. Bunu demək yerinə, bunu edib göstərmək daha gözəl nəticə verir. Daha gözəl şəkildə sənin arxandan gələn insanlar daha çox olur. Çünki görürlər, insan dediyinə deyil. Əl-əxsusdakı şəbəkə biznesində insan gördüyünə inanır. Ona görə də sən maksimum dərəcə, mən bugün hətta böyümək zamanında belə bir zəhləşmə təşkil etmişdim ki, xanımlar, baxın, bir yerə qədər bizi bir inkişaf aparır. Bir yerdən sonra artıq biz dəyişməliyik. Çünki hər rütbənin, deyək ki, mən akikəm, akik rütbəsində mənə nə lazımdır, xanımlar? Və yaxud da ki, turkuazam. Mənə nə lazımdır? Komandamı gətirmək, məsul livrəsini təşkil etdirmək, o insanlara buradakı imkanları anlatmaq və turkuazımı açmaq. Okey, mən turkuazımı açdım. 12-sə gedən yolda mənə nə lazımdır? Artıq mən inkişaf yönümlü olub, yeni lider yetişdirmək və lider yetişdirməyin yollarını öyrənməliyəm ki, alt komandamda lider yetişdirim. O gəlsin zümrüd olsun, o gəlsin turkuaz olsun, mən gəlim 12 olum. 12 oldum, ləl oldum, kvars oldum və nə edirəm? Artıq bəli, bəlirli bir komandam var, bəlirli bir inkişafım var, bəlirli bir lider yetişdirmək bacarığım var. Aha, nə edirik? Artıq nə etməliyəm? Fərqli bir inkişaf yönümlü üzərindən irəliləyib, indi fərqli bir ideyalarla, məsələn, qrup açdıq. Qrupun üzərində başladıq orada insanlara inkişaf etməyə, həyəcan verməyə. Çünki mən özümü geliştirdiyim üçün, insanlarımı da geliştirmək üçün nə elədim? Yol axtardım, tapdım. Yəni liderin ən önəmli xüsusiyyətlərindən necə məsuliyyətlilik və inkişaf yönümlü olması da önəmlidir. Bayaq qeyd etdim, ehtiyac yoxdur kimsə gəlsin sənə. Ay mənim sponsorum inkişafa meyilli deyil. Ay mənim sponsorum ümumiyyətlə qrup açmır. Ay mənim sponsorum ümumiyyətlə yəni cavab vermir. Sosial şəbəkələrdə, Plusda, YouTube'da o qədər gözəl videolar var ki, tam elə məsələn Seçkin Kalkanoğlu'na mən qulaq asanda vallahi özümü görürəm. Özümü görürəm. Elə bilirəm ki, o nə danışır, mən bunların hamısını etmişəm. Sən də git, o nə danışır, sən də et. Hətta mənim elə bir olur ki, mən ona baxıram, yeni bir ideyalar düşünürəm, yeni bir fikirlər, yeni bir onun düşüncələri ilə baxıb şəbəkəyə, başlayıram özümü inkişaf etdirib və bunu komandamı ötürməyə. Məsələn, o keçən səfər bir söz işlətmişdi ki, yeniliyə açıq olmaq hər dövrün, hər zamanın, hər rütbənin özünə görə verdiyi qərarlar və özünə görə verdiyi bir inkişaf var. Neylədim? Mən anda fikirləşdim ki, bu nə demək istəyir? Demək istəyir ki, yəni artıq bura qədər gəlmişsən, əcəb eləmişsən, gözəl. Artıq bu rütbəyə gəlmişsən, lap gözəl. Artıq bu komandanı idarə etməyə bacarırsan, lap gözəl. Artıq sənin komandan səndən başqa bir şeylər, yeni bir şeylər istəyir. Və yeni bir şeylər istəyirsə də nə edəcəksən? Yeni bir qrup açacaqsan, böyümək zamanı qrup açdım, məsələni deyirəm, hansı ki. Başladım orada insanlarla məsələn fərqli danışmağa. Çünki mən inkişafa yönümlü olmaq zorundayam. Daha böyümək, daha gözəllərə yer. Məsələn, bir dönəmlər yadınızdadsa bizim təlim sistemi çox güclü şəkildə irəliləyirdi. Yavaş-yavaş təlim sistemi zəiflədi. Günar Abbasova nə elədi? Getdi, Orxan Şahbazı gətirdi. Orxan Şahbazı gətirdi. Bir ay artıq Orxan Şahbazdan biz yararlandıq. Nə elədi? Komandasına yeni bir ideya ilə, yeni bir inkişaf yönümlülüklə gəldi və komandasını ondan daha üst pilləyə çatdırmağı bacardı. Əmin olun ki, o təlimdən sonra, həm Türkiyədən səyahətimizdən sonra, həm də Orxan Şahbazın təlimindən sonra mən özümü daha çox gelişdirmək üçün çaba göstərdim. Nə elədi? O göstərdi ki, liderimiz göstərdi ki, məsələn, daha inkişaf yönümlü olmalısınız. Daha gözəl yerlərə gəlmək üçün. Sonra Füsulə Baxşarıyeva nə elədi? Gəldi, Uğur Yol Akademiyasını açdı, stratejik qrup açdı. Mən gördüm ki, bəli, bunlar artıq bu yerə qədər gəlib. Bu yerdən sonra artıq yeni ideyalar, yeni fikirlər üzərindən. Əgər bizim qarşımızda olursa, sabah mənim komandamda məndən yeni ideyalar, yeni fikirlər üzərindən irəliləməyi tələb edəcək. Tələb etməsə belə böyüməyəcək. Sadəcə belə qalacaqdı. Və mən bunu böyütmək üçün artıq özümü inkişaf etdirməliyəm. Empati qurmaq. Liderin 6-cı xüsusiyyətlərindən və bacarıqlarından biri də empati qurmaq qabiliyyətini özündə formalaşdırmalıdır. Bəzən empati quran deyəndə gedirlər, otururlar xanımlarla qeybat eləyirlər. Ay yoldaşım belədir, ay ailəm belədir, qaynanam belədir. Empati qurmaq, onu anlamaq, onu başa düşmək, sadəcə və sadəcə onun dərdini dinləmək və yaxud da onun qeybatına qulaq asmaq deyil. Empati qurmaq, deyək ki, mən məhsulum
Pulum yoxdur məhsul almağa. Mən nə etməliyəm? Ona empati bacarığını olmalıdır ki, sən onu başa düşəsən ki, pulu yoxdur da, nə etəsən? Amma gələcəksən danışacaqsan, pulun yoxdursa liderim, gəl mən sənə yol göstərim. Mən sənə yol göstərim. Mənim də zamanımda pulum yox idi. Və yaxud da Aysunun da pulu yox idi, amma bu günlər hər hansı bir rütbədədir. Mən sənə sənin pulun yoxdur deyə sənin yerinə məhsul vurmağa əvəzinə sənə çarəsini tapım. Gəl, empati bacarığımı mən artıq o insana, qarşı tərəfə onu anladığımı, onu hiss etdiyimi, onu başa düşdüyümü, onu artıq o çarəsizlikdən çıxartmağı hiss etdi, duydu. Nə edirik? Artıq bəli, mən çarəsini istəyirəm. Nə edə bilərəm? Çarəsi, gedəcəksən, məhsulat kanalından screen eləyəcəksən, atacaqsan story-nə, insanlar görəcək və sənin story-ndə baxacaq, statusunda gündə 2 dənə, 3 dənə məhsulu paylaşacaqsan və o insanlar görəcəkdir ki, səndən məhsul alacaq, sən 4 dənə məhsulunu alacaq, satacaqsan, artıq deyiləni təşkil edəcəksən. Və yaxud da bir deyək ki, Çınar xanım, mən bacarım, məsələn, Aysu xanım, Gülər xanım, mən dəvət gətirməyi bacarmıram. Mən ona deyə bilməm ki, sən niyə gətirə bilmirsən ki? Mən empati qabiliyyətimi yola devrəyə salıram. Yəni bu insan hələ təzə gəlib. Və yaxud da 5 aydır gəlib, 3 aydır gəlib. Bəlkə də hələ biznesi tamamlamır. Bəlkə də başa düşmür. Okey. O zaman mən ona yollarını öyrədim. Liderim, sən gündə 50 dəvət payladınmı ki, sən deyirsən ki, mən qeydiyyat gətirə bilmirəm. Yox Çinara xanım, bir gün payladım, 2 gün payladım, 3-cü gün bizim. Aha, bax, əslində sən hər gün paylaşarsansa, illa sənin qeydiyyatların artar. Məsələn, bunu sadəcə loru dildə deməyə çalışıram, xanımlar. Baxın, empati qabiliyyəti budur. Empati qabiliyyəti durub insanların oturub dərdini dinləmək deyil. Tamam, ola bilər. Hər kəs də bilir, hər dəfə demişəm, ay mənim yoldaşım çətindir, mən çətin yoldan gəlmişəm, mən bunu bacarmışam, siz də bacararsınız. Bunu deməkdə məqsədim mən bacardım, siz də bacarın. Amma oturub demirəm ki, yoldaşım mənə belə şiddət etdi, yoldaşım mənə bunu etdi, yoldaşım bunu. Məsələn, mənim günlər liderim, nə də füsarə liderim, məndən olan liderlərin heç biri bilmirlər ki, mənim ailəmdə nələr baş verdi. Sadəcə bilirlər ki, çətin yoldaşım var. Hə, çətinlikdir. Hər hansı bir telefonu məsələn, zamanlı deyirəm. Bu gün demirəm, bu gün həmd olsun ki, hər şey öz yerinə oturubdu. Zamanında telefonu götürmürdümsə, deyək ki, 19-dan sonra, 8-dən sonra mən telefonu əlimə ala bilmirdim. Mənim liderlərim anlayırdı ki, mənim hələ ki o imkanım yoxdur ki, mən onda telefonu götürməyəm. Bildiyi bir dənə bu var idi. Da oturub mən onlara saatlarla empati qurub demirdim ki, zaten onlar da heç məni dinləməyə belə meyilləri yox idi şəbəkəni anladıqları üçün. Yəni lazım gəlsə bəlkə də dinləsədilər mən də dərdimi açardım. Zaman-zaman bilirsiniz burada artıq ailəyə çevrilik, zaman-zaman artıq bir-birimizin dərdinə şərik oluruq. Amma yerində və qərarında empati qurmaq bu deməkdir. Ədalətlilik. Aha. Mən deyərdim ki, bir lider formalaşdıran, bir liderin həyatını dəyişən, bir liderin liderlərinin ona güvənməsini təmin edən və o böyük bir kütləni arxasından gətirmək ən önəmlisi ədalətli olmasıdır. Yəni, bəzən olur ki, hansı ki bizdə düşüncə olaraq pul qazanmaq üçünmü deyim, o rütbəyə sahib olmaq üçünmü deyim, gəlir əldə etmək üçünmü deyim, daha tez qazanmaq üçünmü deyim, bəzi qərarlar veririk, amma o qərar ədalətsiz bir qərar olur. O əsas da liderin, bayaq qeyd etdiyim kimi, ədalətliliyi nədən irəli gəlir? Ədalətliliyi doğru düzgün şəkildə komandanı idarə etməkdən. Yatarkən başını yastığa o içdən, bəli, mən bu komanda üçün bayağı bir zaman sərf etmişəm. Bəli, mən bugün bu komandanın irəliləməsi üçün bugün ədalətli şəkildə qərarlar vermişəm. Özümü deyil, komandamı düşünən qərarları vermişəm. Zaten sonunda sən qazanırsan. Zaten sonunda o qazandıqca sən də daha çoxunu qazanırsan. Amma ədalətli bu gün qazanmaq üçün deyil, qərarlarınızı bir gün qazanmaq üçün doğru verərsinizsə, inanın ki, ən gözəl liderliyin statusunda qazanmış olursunuz. Ona görə mütləq mənim üçün ən öndə gedən prinsiplərdən biri 7-ci prinsipidir. Və sizi böyüdən, sizi inkişaf etdirən, bayaqları bir liderimdən danışırdım. Burada da o liderimdə. Mən nəyi deyirdim? Deyirdim, liderim, yəni bugün sən pul qazanmaq üçün, bugün sən yorğun, sızğın, amma bil ki, yəni bir gün Allah verdiyini alır. Zaten hər birimiz gələcək də, gedəcək də. Amma ədalətli şəkildə, komandamızı mükəmməl şəkildə qurmağı bacaracaqsa da, o zaman verə biləcəyimiz cavab da olacaq. Həm özümüzə, həm də ki, yəni keçməyim dini mövzulara, həm də ki, o biri dünyada verə biləcəyim. Çünki bizim alnımız ağ. Çünki biz insanlardan istifadə etmirik. Çünki biz qərarlarımızı verərkən belə komandanın xeyrinə veririk. İlla ki, qazanan tərəf biz oluruq. Ona görə də liderin ən öndə gedən prinsiplərini, ən öndə gedən və önəmli xüsusiyyətlərindən də biri ədalətli olması. İstər altı ədalətli olması, istər üstə ədalətli olması. Buna görə də mütləq və mütləq bu ədalətlik mövzusuna da toxunmasam keçməzdim. Sonra 8-ci prinsipimiz inandırıcılıq və nüfuz. Aha, inandırıcılıq. Bəzən xanımlar gəlirlər,
şəbəkəyə daxil olurlar. 5-10 insanı dəvət edirlər. Artıq nə edirlər? Özləri qazanmayacaqlarını düşündükləri üçün inandırma qabiliyyətləri də yavaş-yavaş ölməyə başlayır. Mən özüm, hətta belə bir qəşəng bəyanələri var bəzi liderlərimizin. Yəni özümdə də olub ha. Bunu əmin olun ki, bugün mən belə möhtəşəm bir lider statusunu qazanmaq üçün çox bədəllər verib, çox yanlışlar etmişəm. Çox səhvlər buraxmışam. Gördüyünüz bütün o 8 prinsipin demək olar ki, 8-ində də bəlkə də bir ədalətliyim həmdə olsun ki, sorğulansa belə bilirəm ki, ədalətliyim əsla və əsla bədəl verməmişəm. Amma digərlərinin hər birindən bədəl vermişəm. Yalan deməyəcəm. İnandırıcılıq və nüfuz gəlir, deyir ki, Çilə xanım, mən inanmadığım bir işi necə insanlara inandırım? Deyirəm, niyə inanmırsan? Birinci növbədə sən elə bir sistemdə, şəbəkə biznesi, heç home life demirəm, şəbəkə biznesinin nə qədər gəlir verdiyini, nə qədər karlı bir sahə olduğunu, şəbəkə biznesinin nə qədər pul qazandıracağı bir sahə olduğunu, yəni sən bilməsən belə, qazanan insanlara bax, hansı sahədə bir qadın 1000 manat üzəri gəlir əldə edir? Hansı sahədə sadəcə evindən idarə olunduğun bir biznesdə ayın sonunda 500 manat gəlir əldə edir? Hansı sahədə? Yoxdurmu? O zaman olduğun home life sahəsində də ümumiyyətlə bu qədər qazanan xanım var. Mən paylaşmışdım, qruplara paylaşmışdım. O videonu mən özüm çəkmişdim. O maşın videosunu. Hansı şirkət o boyda 20-25 dənə maşın var idi. Baxın, ne deyirlərim? O 20-25 dənə maşın, yəni şirkət nə qədər qazanır ki, bu qədər insanlarını qazandırır. Deməli, artıq biz ədalətli bir şirkətdəyik ki, qazancının ən azından 50%-ını komandasına dağıdır. Ən azından 50%-ni dağıdır. Təbii ki, girib bazara daxil olmayıb ki, girib səndən məndən ötürü iflas olsun. Səndən məndən ötürü nə var sən bəyənmədin, nə var sən istəmədin deyib, bu gün iflas olsun. Əlbət ki, əgər bu qədər maşın verməyi bacarırsa, o maşın proyektinin heç nə demirəm, 20-sinə 1000 manatını şirkət verirsə, 20 bin manat, ayda 20 bin manat elə prostak elə belə çölə tollayır. Düzdür? Bəli, düzdür. Sonra bu qədər hədiyyələr, sizin görmədiyiniz, dərk eləmədiyiniz, algılamadığınız o bir dənə hədiyyə 14 manat və minlərlə insan məhsul vurub, o minləri 14-ə vuranda neçə minlərlə pul edir. Və nə edir? Artıq zaten ki şirkət bayağı bir paylayır. Zaten ki bu qədər heç paylamasa belə Çınara qazanır, Füsailə qazanır, Aysu qazanır, Gülər qazanır, Aycun qazanır, Ayşə qazanır. Əgər bunlar qazanmağı bacarırsa, sənin inanmamaq üçün bir şansın yoxdur. Sən də qazanacağına və qazandıracağına və şirkətin imkanlarına inanacaqsan və bunu inandıracaqsan. Sənin başqa, zaten bu şəbəkə biznesində biz canlı olaraq qarşı-qarşıya oturmuruq ki. Biz qarşı-qarşıya oturub bir-birimizi, bax mən bunu qazandım, bunu aldım, xalacenik soyuducu aldım, mətbəx mebeli aldım, bu gün həyatımı dəyişdim, gördüyünüz kimi masamın üstündə uğurlarım var. Mən bunu canlı olaraq, görüntülü olaraq danışmıram, kuboklarım var, yəni səhnələrdə olmuşam. Bunu mənim insanlarım canlı olaraq görmür. Və mənim işim nədir? Mənim işim onlayn şəkildə, bəs bu qədər pulu elə belə vermirlər bizə. Onlayn şəkildə bu bacarığı özümüzdə formalaşdırdığımız üçün birinci növbədə özümüz inanacağıq. Özümüz inandığımız bir yolda insanları inandırmaq asandır. Valla dünya dağılsa, ay deyirlər, hom dağıldı, hom itdi, hom batdı, hom da belədir. Ay. Ayların birini belə mənimlə danışan insan, yəni anında inandım, güvəndim. Mən özümü tərifləmək deyil məqsədim. Mən bacardım, siz də bacarın deyə mən özümdən stat gətirirəm. Çünki ən gözəl stat özüməm. Bacarmışamsa, deməli sizin bacarmağınızı istədiyim üçün statı özümdən gətirirəm. Məsələ özümdən gətirirəm. Nədir? Necə olur ki, mən bacarım? Mən bacarma səbəbi, mənim enerjimi, mənim qazanmağımın səbəbi, mənim bu qədər kütləni arxamla gətirməyimin səbəbi birinci növbədə şirkətin verdiyi imkanlara inanmaqdır. Yəni mən insan olaraq, mən bir şirkətin rəhbəri gözündən baxaraq nə qədər dağıtdığını görə bilirəm. Nə qədər insanlara fayda olduğunu görə bilirəm. O boşlu deyil. Bir şirkət qurucusu Subtay Balcı boşlu deyil ki, gəlsin mənə təlim keçsin. Şeydən yeni gün, və yaxud da Nicat Paşa məcbur deyil ki, gəlsin mən bu kanalımda təlim keçsin. Və yaxud da ki, Çiləm Korkut da məcbur deyil ki, gəlib bu kanal. Deməli, o insan imkanları anlayır. İmkanları anladığı üçün şirkət öz çalışanlarını çalışan gözündə deyil də, lider gözündə görür. Əgər belə bir şirkət varsa, niyə inanıb inandırmayım ki? Niyə? Plus, əgər inanmaq yolunda gediriksə də, bu şirkətin bizə verdiyi, məsələn, bir müəllimə neyinir? Müəllimə dövlət işində çalışdığı üçün sevinir. Valla, indi bugün həm də olsun, artıq pulunla bilirsiniz də, müəlliməliyə pulunla qəbul etmirlər. Amma zaman vardı ki, 10 min, 20 min, bəlkə də 50 min verirdilər. Nə var 500 manat maaş almaq üçün müəlliməliyə daxil olurdular. Niyə? Dövlət işi idi. Çünki daimi iş yeri idi. Ay liderlərim,
hal-hazırda olduğunuz platforma mən deyərdim bəlkə də dünyada damğasını qoyur. Niyə? Çünki sizin olduğunuz platformanın bir fabriki Azərbaycanda açılır. Dövlət işidir. Konkret olaraq dövlət işidir. Dövlət işinə niyə xanımlar daxil olurlar? Niyə dövlət işinə? Çünki ömürlük çörək pulu istəyirlər. Online biznesə bugünə qədər insanlar niyə belə dırnaq arası baxıb? Bilirsiniz niyə? Əşli bir gün dağıla bilər. Necə ki, digər şirkətlər, sonsuz sayda şirkətlər gəldi. Nə oldu? Bugün gəldilər, bazara daxil oldular, əşək partlatdılar. 3 aydan 4 aydan sonra əkaflarını götürdülər, qaçdılar. Amandı, bacarmadılar. Əgər burada bu şirkətin dövlət işi düşüncəsində bir artıq dövlət qanunları çərçivəsində bir fabrika varsa, deməli uzun ömürlükdür. Artıq dövlət işi statusunda demək olar ki, alıbdır. Və bu dövlət işində mən niyə görə oturmalıyam? Ya inandığımı niyə inandırmayam ki? Niyə? Bu günümü deyil. İnşallah gələcəkdə alacağım və inşallah gələcəkdə uşaqlarıma miras qoyacağım. Bir biznesim var, mənim. Bir dövlət işim var. Dövlət qanunları çərçivəsində bir işim var. Bunun mahiyyətini nə qədər anlayacaqsınız, nə qədər inanacaqsınız, nə qədər inandıracaqsınız, əlbəttə ki, o qədər qazanacaqsınız. O qədər. Çünki liderin xüsusiyyətlərindən də biridir. Biri budur. Yəni bunu sadəcə mən demirəm və yaxud da təcrübəm demir və yaxud da digər liderlər demir. Bütün liderliyi haqqında araşdırsaz, bu xüsusiyyətlərə malik olan liderlər lider statusunu qazanır. Hamınıza lider deyirik. Yeni gələnimizə də lider deyirik. Amma lider adını qazanmaq, lider statusunu qazanmaq sadəcə adam gətirməkdən, qız gətirməkdən ibarət deyil. Liderin xüsusiyyətlərini özündə tapıb formalaşdırıb. Deməyin mən bacarmaram. Deməyin, sizdən də negativ olmuşam, sizdən də bərbad düşüncələrim olub, sizdən də inandırma qabiliyyətim olmayıb. Hətta bir gün Sələ xanıma deyirdim ki, ay Sələ, bu nətər şirkətdir? Burası belə oldu, burası elə oldu. Çünki özüm inanmırdım. Mən dəyişdimsə, siz də dəyişməyə bacararsınız. Amma özünüzə birinci inanıb, sonra da qarşı tərəfi inandırmağa bacaracaqsınız. Problem həll etmə bacarığı. Deməli, bəzən olur ki, xanımlarımızda problem həll etmə bacarığını yorulurlar, özlərinə bir dərd eləyirlər, özlərinə bir bacarmadılar. Məsələn, hər hansı bir kriz zamanı, hər hansı bir komandanın dağılması zamanı, bayaq Lalə liderim çox qəşəng söz dedi ki, komandam dağıldı, kuvarsdan düşdüm, hətta zor Türk Azı təsdiq elədim, amma liderliyini özündə problemləri həll etməyi üstəsindən gəldiyi bacardığı üçün bu günləri həmd olsun Ləli rütbəsini yenidən keçən ay təsdiqləməyi bacardı. Hansı ki, dağılmış bir komandanı yenidən toparlayaq, təbii ki, tək bacarmadı, liderlərindən bərabər bacardı. Birlikdə fəaliyyətlərini davam edərək, bu da liderliyini doğru problemlərin üzərindən gələrək, həll edərək bu günləri bacarmağı bacardı. Və problemləri həll etmək nə deməkdir? Biz bir şəbəkədə çalışırıq, biz bir dövlət işində çalışırıq. Biz bir müəlliməyik, biz bir həkimik, biz istənilən bir sahibi, bir psixoloquq. Bizim müəllimin işi nədir? Müəllimin işi o çətin uşaqları yola vermək. Nə olur olsun, xəstə də olsa, yorulsa da, sıxılsa da, bezsə də, nə olur olsun, o uşaqların doğru oxumasını təmin etməkdir. Uşaq çətindirmi? Çətindir. Müəllimə də məcburdur. Uşaq kürdürmü? Bəli, kürdür. Uşaq tərbiyəsiz deməyim, yəni biraz şuluq uşaqdır, belə deyim. Bəli, şuluqdur. Onda müəllim problemləri həll etmək yerinə qaçmağı seçsəydi, o müəllimə heç kim uşaq qoymazdı. Və şəbəkə biznesi də budur. Bizim işimiz nədir? İnsan resurslarından çalışmaq. Bizim işimiz nədir? İnsanlarla doğru davranmaq. Bizim işimiz nədir? İnsanların negativlərini mükəmməl şəkildə aradan qaldırmaq. Bizim işimiz nədir? İnsanlara bu sistemə daxil olmaq. Bizim işimiz nədir? Əgər hər hansı bir problem yaranıbsa, o problemi həll etməyi, yorulmaq yerinə. Bəli, bu mənim işimdir. Mənim işim lider olaraq bir problemləri həll etməkdir deyib. Baxın, mən liderlərimə deyirəm, bura deyil, ürəyinizə deyil. Eşitdiyinizi bura salıb. Burada da onu həll edib, həllini anında tapmağı bacarırsınızsa, o zaman problemləri həll edib, gözəl yerlərə gəlib, liderliyinizdə problem həll etmək üzərindən də çox gözəl şəkildə bacarığı da öz-üstə formalaşdırmış olursunuz. Amma bəzən xanımların səhvi bilirsiniz nədir? Bir nəfər getdi. Komandamdan filankəs getdi. Ay filankəs dedi ki, məhsullar bahadır. Ay filankəs komandasını gətirdi. Filankəsin komandası, onun komandası da daraşdı. Onun bütün komandasını həll apardı. Problemləri həll edə bilmədi. Ürəyinə saldı. Gecə səhərə qədər yatmadı. Ay. Çünki bu səni inkişaf etdirmək yerinə bu səni arxaya tullayar. Çünki bir liderin məcburiyyəti, lider olmaq istəyirsə, həyatını dəyişmək istəyirsə, gözəl yerlərə gəlmək istəyirsə, gələcəyini təmin etmək istəyirsə, o zaman nə edəcək? Problemə deyil də, problemin həllinə odaqlanacaq. Mən keçən səfər bu barədə video görüm, uşaqlar sağ olsunlar, markerimi yox eləyiblər. Tamam. Bax, problem bilirsiniz nədir? Problem balaca bir nöqtədir. Əmin olun ki, ən böyük problem yenə də balaca bir nöqtədir.
En büyük problem belə. Çünki biz həyatı problemlərin nələrin üstəsindən gəlmiş bir xanım olaraq, ya buradakı problemlər mi bizim problemimiz olacaq? Biz qəlbimizi parçalayan problemləri həll etməyə bacarmışıqsa, buradakı problemlər də bizim üçün 5 vuraq 5 olmalı. Deməli necə? Problem bir nöqtədir. Əgər fokusumuzu, düşüncələrimizi, fikirlərimizi o problemə odaqlayarıqsa, onu bax belə böyüdərik. Ruçka ilə bunu keçən səfər göstərmişdim. Böyüdük, problem gəldi bu boyda oldu. Artıq böyüyüb qarşısını almaq olmur. Amma biz problemə deyil də, o problemin odaq nöqtəsinə fokuslanarıq ki, mən bu problemi necə həll edə bilərəm? Məsələn, bizim burada anında ləkə düşdü. Bir koftanın üstünə nar ləkəsi düşdü. Bu təbii ki problemdir da. Əlbəttə ki problemdir. Sizə görə problem olmaya bilər, amma mənə görə problemdir. Ağ koftamı zərərlədi. Nar ləkəsi düşdü. Mən bunu belə silim. Silmək yerinə. Uf, ay Allah, bu niyə düşdü? Bu niyə düşdü? Bu nəyə görə düşdü? Niyə doğru götürüb eləyə bilmədim? Demək yerinə, tamam, mənim oksipoverim var. Eyb olmaz, qurusun, qoydursun. Gedib oksipoverlə salacağım qaynar suya, elə qəşəngcə də təmizləyəcəm. Şu, neylədim? Nə problem oldu? Nə də heç problemi böyütməyə zaman olmadı. Artıq problemin çözümünü də tapdım, odaqlandım, unutdum bu problemi, gittim digər işlərimlə məşğul oldum. Sonra da gəlib bu problemi həll etmək üçün çaba göstərib, yudum, təmizlədim, sərdim. Ona görə də dəyərli liderlərim, işiniz zaten həyat problemlərdən ibarətdir. Zaten yaşam tərzi olaraq biz gündə bir problem həll edirik. İstər uşaqlarımızın təhsilinə bağlı problem həll edirik, istər uşaqlarımızın məktəbə gedəndə məktəbdə problem həll edirik, istər ailə problemlərimizi həll edirik və biz o problemi böyütmək üçün düşünsək, əlbəttə ki, problemin həllinə deyil də, problemin özünə odaqlanacaq və o problemlə böyüyə gedəcək, istədiyində ala bilməyəcəksən. Komanda ruhu yaratmaq. Komanda ruhu yaratmaq həmçinin bir liderin xüsusiyyət və xassiyyətlərindən ibarətdir. Bəzən olur ki, xanımlar komanda ruhunu doğru yarada bilmirlər və komandanı doğru düzgün şəkildə idarə edə bilmirlər. Məsələn, qrup açdıq, xanımları qrupa yönləndirdim, 1 gün, 2 gün, 3 gün, komandama dəstək oldum, komandamı gözəl inkişaf etdirdim, komandamda bütün komanda ruhu artıq çox gözəl şəkildə inkişaf etməyə, irəliləməyə, çox gözəl şəkildə bir-birimizə dəstək olduq. Sonra mən bir komanda ruhunu gördüm, qəşəng hər şey gedir. Başladım dala çəkilməyə, gedib başqa işlərlə məşğul olmağa. Təbii ki, insanlar da sənin o komanda ruhunu yaratmadığını görəndə başlayır o insanlar da komanda ruhunun nə olduğunu anlamamağa. Amma komanda ruhu bilirsiniz nədir liderlərim? Komanda ruhu sənin edəcəklərini, sənin etdiklərini, sənin getdiyin yolu, sənin verdiyin enerjini, sənin verdiyin problem həllini, sənin inandırıcı qabiliyyətini, sənin empati bacarığını, sənin komandanda da sənin kimi insanlarla yol alaraq, o insanlarla birlikdə fəaliyyətinizi davam edərək, birlikdə fikir alışverişinə gələrək, o ortaq məxrəcə gəlib, komanda ruhunu mükəmməl şəkildə irəli getməsini təmin etməkdir. Komanda ruhu bir dənə insandan ibarət olmuş. Komanda ruhunu bir insandan, nə qədər savadlı bilgili lider olsan, nə qədər gözəl danışıq qabiliyyətin olsa, nə qədər şəbəkə biznesində illər savadın olsa da, əgər sənin komandanda, sənin kafada, sənin düşüncədə, sənin yetişdirdiyin liderlərin doğru məqsəd uğrunda, hər kəsin bir amal uğrunda birləşməyə yoxdursa da, o zaman o komanda ruhu da yoxdur. Ona görə Həyat Əliyevanın çox gözəl bir sözü var. Külüngü eyni mismara vurağın. Eyni mismara vurağın ki, o zaman daha gözəl. Biri var, mən bir mismara 100 dəfə çəkici vurum, külüngü 100 dəfə də vurum. Amma biri var ki, 10 nəfər komanda ruhunu inkişaf etdirən 10 nəfərim var. Və o komanda birini mən vuranda 9'u vurandan sonra mənə, ona ki mənim qolum dincəlir, ona ki mən bir özümü daha güclü şəkildə toparlayıram ki, o 9'undan sonra 10'uncu mənə gələcəkdir. O zaman 2 dəfə vurmuş olacağım, 10 dəfə deyil. Ona görə də, dəyərli liderlərim, liderlik xüsusiyyətini özünüzdə nə qədər formalaşdırmağı bacarıb, lider kimi özünüzü nə qədər doğru düzgün şəkildə sorğulayıb, mənim burada səhvlərim hardadır? Mən lider olaraq həqiqətən də bir lider duruşum, bir lider kalitem, bir lider səviyyəm, bir lider düşüncəm, bir lider olaraq doğru düzgün şəkildə irəliləyirəmmi? Yoxsa sadəcə və sadəcə insanları, adamları, xanımları, qadınları, qızları sadəcə bu sistemə daxil etmək üçün çaba göstərir. Onun sualının cavabı sizdədir. Sualın cavabında da 10 xüsusiyyətin 10'unu da özünüzdə formalaşdırmağı bacararsınızsa, əmin olun ki, çətin deyil liderlərim. İnanın ki, çətin deyil. Həyatda heç nə çətin deyil. Hər çətinliyin üstəsindən biz gəlməyə bacarıq. Biz bətnimizdə 9 ay övlad daşıyırıq. Biz o ailədən bu ailəyə adaptasiya oluruq.
Biz həyatda mücadilə verib ailə saxlayırıq. İnanın ki, ailəni bilirik ki, biz qadınlar saxlayırıq. Kişilərə qalsa, uş! Çoxdan o elə dağlar da, hələ nələr də baş verə bilər. Hər zaman altdan həll edib, problemlərin üstəsindən gəlməyə çalışır. Yubayı yapar bir söz var ya, həll edirəm. Ay, sağ olun. Doğru liderim. Yəni ona görə də liderlərim valla çətin deyil. Həqiqətən çətin deyil. Mən çox yox, yenə də özümdən bəhs edəcəm. 3 il bundan öncə əgər belə bir təlimə çıxartsaydılar məni, bilirsiniz nə deyərdiniz? Bunu zəhləşmələrimdə deyirəm, təlimdə demək istədim. Xınasızsa öz başına yaxardı. Bu kimdir? Bu nəçidir? 100% Salənin bacısıdır deyə çıxardıqlar bunu təlimə. O dərəcədə. Fikirlərimi belə ifadə etməyə bacarmırdım. O ki qalsın ki pul qazanmaq, o ki qalsın ki komanda rəhbəri olmaq, o ki qalsın ki komandanı idarə etmək. Bilirsiniz niyə bacardım? Çünki inandım. Qazanacağıma inandım. Bacaracağıma inandım. Şirkətin verdiyi avantajlara inandım və heç kimin heç kimə borcu olmadığını əmin oldum. Biznesin məndən başladığını və məndə bitdiyini bildim, yoluma davam etdim. Ona görə də bacardım. Siz də bacaracaqsınız. Bir lider olaraq özünüzü doğru formalaşdırmağı bacararsınızsa. Lale liderim, məndən bu qədər. Siz də əlavələriniz varsa. Elə qulaq asıram. Qulaq asıram. Can liderim. Həqiqətən də o liderin belə deyim də, onun xüsusiyyətlərinə qulaq asdım və özümə yenə də dərslər götürdüm. Yenə də özümdə nələr əksikdir, nələri etməliyəm. Bu günə qədər hansı səhvləri buraxmışam. Həqiqətən buradan xanımlarımıza sözüm odur ki, xanımlar, bir insan bura əgər çıxıb danışırsa, təlim keçirsə sizə, bilin ki, o hər bir belə deyim də, bu şirkət deyil, ümumiyyətlə olsun başqa bir iş, fərqi yoxdur. Onun acısını da, belə deyim, dadını da, hər bir şeyini, o deyir, tatlısını da, acısını da, hər bir şeyini dadır və sizə də bunu tövsiyə etmək üçün. Şəxsən mən bura bu qədər fürsət, bu qədər belə deyim, gəlişim, bu qədər həyat dəyişmək üçün gəldiyimiz bir yerdir bura. Və burada da dünən indi sözdən sözə keçəcəm və dünən bir fabrik deyirəm, hansısa bir piramida sistemi, yəni dağıldığının şahidi olduq və insanlara həqiqətən oradan bas-bas bağırmaq istədim ki, insanlara yalan vəd verirlər, düzdür, aparırlar. Olduğumuz yerin qədrini bilmirik. Həqiqətən də olduğumuz yerin qədrini. Bu qədər burada qoyduğum əziyyət, mən niyə belə deyim də, həvəsdən düşmüşdüm, amma niyə gedə bilmirdim? Çünki bura qoyduğum mənim 2 ildir buradayam, il yarımı mən bura qoyduğum 1 ilini qoyduğum əziyyətim var idi, zəhmətim var idi və elə bilirdim ki, bayaq dediyiniz kimi bir müəlliməm, tələbələrim var, mən o tələbələri yarı yolda buraxıram. Həqiqətən də, yəni bu şeylərə baxdım və özümdən çox dərs çıxartdım ki, mən yəni bayaq dediyim kimi də eyni şeyləri təkrar eləmək istəmirəm. Ona görə xanımlar, sizə sonda olaraq onu demək istəyirəm ki, olduğunuz yerin qədrini bilin. Əziyyətinizi, zəhmətinizi qoymayın kimsə və yaxud da hansısa bir negativ düşüncələr və yaxud da özünüzün negativliyiniz, yəni qoymayın ki, çöpə atasınız. Burada əziyyət çəkibsizmi, onun davamını gətirin. Çünki nə qədər davamlı olarsınızsa da, nə qədər yeniliyə açıq olarsınızsa da, nə qədər liderlərin tökdüyünü götürərsinizsə də, mən əminəm ki, buradan hər bir insan çox belə alnının ağı ilə, qoy belə deyim, istədiyi yerə gəlib çıxar, haqqı ilə də gəlib çıxar. Çünki ədaləti ilə, bayaq dediyimiz kimi, bizə nə lazımdır? Bizə qazandığımız pulun halallığı lazımdır ki, liderim demiş, o biri dünyada gedib əziyyət çəkməyək. Bizə həqiqətən də o uşaqlarımızın, ailəmizin boğazından həqiqətən də o rahatlıqla keçsin. Bizə o lazımdır. Ona görə haqqı ilə, ədaləti ilə bu sistem hər türlü zaten göz qabağındadır. Fərq zaten göz qabağındadır. İnsanlar da onu bilirlər, amma insanlar hardasa da belə deyim ki, asan deyirlər, elə asan qazanım. Hara getsək də gedək, əgər biz yaxşı yaşayış istəyiriksə də, yaxşı pul istəyiriksə də, qazanmaq istəyiriksə də, harda olursa olur, o alnımızın təri, nə olsun işimiz olmalıdır. Biz də burada tər tökürük. O alnımızın təri olmalıdır. Biz onu haqqı ilə qazanmalıyıq. Yəni, yalan vəd verən insanlar olsun, şirkətlər olsun, şirkət adı altında formalaşan o fırıldaqçılar olsun, fərqi yoxdur. Tez bezif buradan görürəm ki, işini, hədəfini, məqsədini yarımçıq qoyan, arzularını yarımçıq qoyan insanları görürəm və çox şükür ki, mən də o insanlardan olmadım. Tez ayıldım və şükür ki, əlhəmdülillah, yenə də buradayam, yenə də işimin başındayam. İnşallah ki, Azərbaycana da gəlmək fikrim var. Gələriksə də, deyirəm, onda tamam bir fərqli abu hava olar məndən ötürü. Çünki bəzən
bir vaxtı bilmirəm sizlə idi, yoxsa ki, hansı liderimlə danışırdıq. Deyirəm ki, mən hələ uzağam. Bəlkə də indi özümdə o mənim bilirsiniz nə bəhanəm deyil də, elə bir öz fikrimdə idi ki, bəlkə də uzağam, heç bir tədbirdə iştirak etməmişəm, heç bir insandan bir dənə belə deyim də işlədiyim bir insanın üzünü görməmişəm. Ancaq elə onlayn insan bir istəyər ki, getsin, insanlarla ünsiyyət qursun, hansısa bir tədbirdə iştirak eləsin. Ofisimi görməmişəm. Məhsulumu belə mən götürmürəm və məhsulumu bir dəfə gələndə qucaqlayırdım ki, məhsulum mənim işlədiyim yerin mən bunun sayəsində qazanıram. Və özümdə onu bir həm bəhanə şəklinə gətirmişdim, həm də içində bəhanə deyildi də. Yəni deyirdim, bəlkə də bundan görəm mən uzaqlaşdım. İnsanlara baxıram orada nə gözəl işləyirlər, bir yerdədirlər, amma mən uzaqdayam. İndi ona görə deyirəm ki, inşallah gəlim ora. Tədbirlər deməyəcəm, ofis deməyəcəm. Hər yerdə inşallah. İnşallah liderim ən qısa zamanda gözləyirik. Baxın xanımlar, bəzən olur ki, xanımlar, o məhsulum elə gəldi, burası belə oldu, məhsulum əlimə çatmadı, geç çatdı deyən xanımlara gəlsin. Plusda Rusiyadan fəaliyyət göstərib komanda qurmağı bacarıb. Bugün Rusiyadan onlayn şəkildə heç bir tədbirlərdə iştirak etməyərək bugün həm də olsun artıq böyük bir komandaya malikdir və ən qısa zamanda da gözləyirik Allahın izni ilə. Ya bəhanə deyil də səbəbləriniz olsun, yaşamaq üçün, qazanmaq üçün, geniş, gözəl həyata vəd verən bir şirkətlə əməkdaşlıq edərək səbəblərə sığının. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm. Buradan da Layla. Mən də sizə təşəkkür olun. Axşamınız xeyir olsun. Səsimdən mən tanıyan liderlərim olacaqmı? Bayaqdan adınızdan görürəm liderim ki, Günəş xanım nə yaxşı burdadır. Necəsiz? Çox sağ olun liderim. Hoş gəldiniz. Xoş gördüm. Günəş liderim. Necəsiz? Günəş liderim və nə yaxşı burdadır. Ay, can liderim. Çox, Ne amma edirik? çox, amma Tamam. çox darıxmışam. Ay, can liderim, başlayırıq, nə edirik? Yo, liderim, mən 7 aydır yolumu tamamilə başqa cür çizmişəm. Sağlığın Tamam. nedənləri ilə doğru. Bilirəm liderim, Ben- sağlıqla bağlı Rəbbim yar və yardımcınız olsun. Təşəkkür edirəm. Təsadüf nəticəsində üst liderim, Lalə liderimin statusunda gördüm və bunu mən qaçıra bilmərəm. İnanın ki, telegramam belə yox idi. Yüklədim ki, canlı 7 aydır ki, görmürəm və mənim Sənəm liderim, Aynura liderim də buradadır, üst liderlərim təbii ki. Hər birisini salamlayıram və liderim. 11-ci xüsusiyyət sevgi, hansı ki, insanın doğma şirkətinin bir uğurların eşidib, üzündə təbəssüm yaranması. Bu nəyin sayəsindədir? Təbii ki, məni yetişdirən liderlərimin və sizin o gözəl, o sevginizi ötürməyiniz və 7 aydır əgər bu sevgi məndə bitməyibsə, deməli, mənim liderlərimin böyük bir rolu var burada. Hər birinizə uğurlar arzu edirəm və hər birinizi çox sevirəm və uğurlarınız bilin ki, mənim üzümdə təbəssüm yaradır və hər zaman da elə Can olacaq. liderim. Bizim də gözümüzdə yaş yaradır artıq. Valla, liderim, baxın, dəyərli, həqiqətən, baxın, liderlərim. Günəş liderim səhhəti ilə bağlı artıq 7 aydır bizimlə fəaliyyət göstərmir. Amma inşallah sağlığına ən önəmlisi sağlıqdır bildiyimiz kimi. Birinci o ekran kaydını dayandırım.